En çok soruşulan suallardan biri, daha evvel açıq ürək əməliyyatı olmuş insanda yenidən əməliyyat olunabilirmi? Bəli, bəzən 2, 3, 4 dəfə belə təkrarlayan əməliyyatlar ola bilər həyatın fərqli zamanlarında. Bunlardan biri də biraz əvvəl tamamlamış olduğumuz 20 yaşlı bir xəstədə ikinci əməliyyatı tətbiq olundu. İlk əməliyyatını tam 20 il bundan qabaq Moskvada anadan gəlmə mürəkkəb ürək qüsurundan anadan olduqdan sonra təhqiqə salınmaz bir əməliyyat həyata keçirilib. Tetradofallonun total korreksiyası və bu xəstələrdə bəlli bir hissəsində 20 il keçdikdən sonra sağ ürək çatışmamazlığı, pulmonar qapaq çatışmamazlığı kimi problemlər ortaya çıxır və o zaman ikinci əməliyyat tətbiq olunması artıq zəruri olur. Bu əməliyyatların ən önəmli xüsusiyyətlərindən biri də ikinci dəfə sinənin açılmasına bağlı qanamaların və fəsadların olma ehtimalı yüksək olur. Komandamız Mərkəzi Gömrük Hospitalı ürək komandası olaraq artıq uzun illərdən bəridir REDU xəstələrdə ikinci, üçüncü və dördüncü əməliyyatları tətbiq etmə təcrübəsi ilə bu xəstədə də əməliyyatımız uğurla başa çatdı. Xəstəyə bioloji qapaq, pulmonar nahiyəyə implantasiya olundu və sağ ürək çatışmamazlığına səbəb olan anevrizmatik genişlənmə ləğv olunaraq normal ürək fəaliyyəti bərpa olundu. Hər kəsə xəstəliklərdən uzaq, sağlam və xoş ömür arzu oluyor.